Bu sual yenə məchul növlə bağlı sual tipidir. Sizə ola bilsin ki, testdə verəcəklər imtahanda cümlə məlum növdə olacaq. Siz onu məchul növə çevirməlisiniz. Deməli uşaqlar, məlum növdə olan cümlələri məchul növə çevirərkən bizim müəyyən şərtlərimiz vardır. Birinci şərtimiz odur ki, hər iki cümlə eyni sözdən başlamaz. Yəni məlum növ mübtədası məchul növ mübtədası ola bilməz. Məlum növün tamamlığı, yəni feildən sonra gələn söz olacaq bizim məchul növ mübtədası. Belə də deyə bilərik. Birinci şərtimiz nə dedik? Deməli, eyni sözlə başlamaz. Baxın, Z ilə Z başlamaz. Buna görə D variantını çıxırsınız. Sonra uşaqlar, zamanı müəyyənləşdirməlisiniz. Zaman nə ilə olursa məlum növ, həmin o birisi digər məchul növdə o zamanda işlənməlidir. Hətta davam edici zaman olsa belə, indiki davam edici indiki ilə, keçmiş davam edici keçmişlə, bitmiş zamanlarda indiki bitmişlə, keçmiş bitmiş, keçmiş bitmişlə davam edəcəkdir. Sonra uşaqlar, bizdə gələcək sadə zaman strukturundadır və mən dedim ki, gələcək zamanda to be-nin forması olur, will be, shall be. Mütləq orada be olmalıdır. Diqqətli olarsınız, xahiş edirəm. Və üzərinə verb üst gələcəksiniz. Baxıram testlərə, izi çıxıram. Will'in B-si yoxdur, will'in B-si yoxdur. Elə qalıram B variantı arasında. Gəlin struktura fikir verək. Deməli, neynədik? Feildən sonra istifadə olunan sözü gətirdim. Yəni, məlum növün tamamını gətirdim, qoydum məchul növ mübtədası funksiyasına. Sonra zamana uyğun olaraq will-bini yerləşdirdim. Verb 3 formasını yazdım. Feiliniz burada change dəyişmək sözüdür. Onun üçüncü formaya gətirdim. Tam orada zaman zərfini yazdınız. Bir də ki, əgər siz testlərdə bəzən veriləcəkdir. Məlum növün mübtədasını məchul növdə işlətmək istəyirsinizsə, bu tərsinədir. Yəni, necə ki, məlum növün tamamlığı məchulun mübtədası olursa, tərsinə olacaq. Məlum növün artıq mübtədası da məchulun tamamlığı olacaqdır. Bu zaman isə biz mütləq bay sözündən istifadə edəcəyik və bay sözündən sonra gələn sözlər biz bilirik ki, mütləq obyekt halda olmalıdır və D burada şəxs vəznin adlı haldısa, onun obyekt forması them formasındadır. Bu struktur doğrudur. Yenə deyirəm, orada by them verə də bilərlər, verməyə də bilərlər.